Bizim ümmətin, müsəlmanların, cəmiyyətimizin müşküllərini, problemlərini hansı Quran eləyir? Axı bəziləri Quran oxuyurlar, bəs niyə həll olmur? O mənzumə və sistematik olan Quran, yəni zəncirvarı bir-birinə ayələri, fikirləri bağlı olan Quran, nəinki fərdi məsələlərini seçəsən, əxlaqi məsələlərini, şəri hökmləri, fərdi şəri hökmləri məsələlərini seçəsən, yerdə qalan məsələləri qoyasan qırağa. Deyəsən ki, cihad mənim nəfsimə ağır gəlir, çətindir. Orada ölüm var, orada qan var, orada problem var, o mənə sərf eləmir. Allah da Quranda buyurur, sən öz nəfsinin istəyimin dalınca olma. Sən Qurana necə deyirlərsə, o cür götür. Kutibə aleykumul qital, sizə döyüş cihad yazılıb və huve kurhul lakum. Sənin ondan acığın gəlir. İnsanın acığı gəldiyinə görə adətən müqavimətdən qaçır, cihaddan, mübarizədən qaçır. Ona görə Quranın bir hissəsi həmişə görürsən ki, məzlum qalır. Bir hissəsinə inanır, bir hissəsini götürür, o bir hissəsini qoyur qırağa. İmam Hüseyn əleyhissalam da bunu buyurur ki, bəzi insanlar üçün din oyuncaqdır, dil öz dillərində oyuncaqdır. Harda ki dünyası ilə təhlükə yoxdur, onda dinə, Qurana yapışır, ona əməl eləyir. Amma harda təhlükə yaranır, orada qoyub qaçır. Yox, belə Quran problemləri həll eləməyəcək. Yəni Quranın bir cildi belə deyim də, 2 cildə böləsən, bir cildini qoyasan qırağa, niyə üçün sərf eləmir? O birisi cildini bəli, dən vurasan, danışasan, söhbət edəsən. Bu əslində özü ayrıca bir bəhsdir. Yəni Quranın siyasi bəhsləri, hökumətə aid olan bəhsləri, ictimai bəhsləri, mədəniyyətə aid olan, iqtisadiyyata aid olan məsələləri bütün bütövlükdə olan Quran. Amənər Rəsul bima unzilə ileyhi. Hər nə peyğəmbərə nazil olub, peyğəmbər hamısına iman gətirib. Və biz Quran-ı-Kərimin gərək hamısına iman gətirək. Bəl müminun, möminlər də peyğəmbər kimidir, belədirlər. Həqiqi möminlər Quran-ı-Kərimin hamısını əxz eləyirlər və onun hamısına iman gətirirlər və hamısına əməl edirlər. Nəinki Quran-ı-Kərimin əfətu'minuna bi ba'dil kitab və tekfuruna bi ba'd. Bir hissəsinə iman gətirib, bir hissəsinə küfr edirlər ki, Allah Taala ən böyük təhdidi burada Quran-Kərimdə, burada müsəlmanlara eləyib ki, ən böyük təhdid etdiyi yerlərdən biri buradadır ki, Quranı naqis etsinlər. Quranı parçalasınlar, bir hissəsini götürüb bir hissəsini qoysunlar. Xülasə cəmiyyətimizi o Quran nicat verir ki, o Quran kamil Quran olsun. Hər tərəfli olsun. Bütün məsələləri olsun. Cihadı olsun, müqaviməti olsun, hökuməti olsun, siyasəti olsun, Quranın bütövlüyü olsun.